Göyərtələr dediniz, mövsümündən, indi siz təbii üsullarla müalicə kimi olduğunuza görə deyirəm, mövsümündən qabaq, məsəl üçün, tərəvəzləri yemək, onlardan belə bolluca, nəinki tərəvəzlər, məsələn, indi baxırıq ki, marketlərdə, nə bilim, çiyələk satırlar, alça satırlar, hansısa hələ bir 3 ay bundan sonra yetişəcək meyvələri, tərəvəzləri biz artıq marketlərdə görürük. Ziyanı var, yoxsa yoxdur? Vallahi mən bilmirəm onu. Bilsəm də belə bilirəm ki, bu dəqiqə hələ günəş enerjisindən yaranan çiyələk yoxdur. Yoxdur. Mən də o yaranmırsa 100 il qalsa onu yemərəm. Və özünü deyirdi ki, mən yemərəm. Niyə siz yemirsiniz? Çiyələk də alçadıblar, hələ tezdir. Tezdir, əlbəttə ki, tezdir. Çox tezdir. Biz pomidor, xiyar... O ümumiyyətlə hələ tezdir. Hamısı tezdir. Hamı bilir ki, hansı mövsümdə hansı Fabriklərdə hazırlayırlar yəni bu dəqiqə. Doktor, bəs bilə-bilə biz niyə alıb yeyirik? Çox maraqlıdır. İnsanın tamahı nədən irəlidir? Qılıçdan mı irəlidir? Daşdan mı irəlidir? Nə bilim, elə deyirlər. Yəni, insanın tamahı elədir, gözü görəndə. Hər adam müəssər olmur ki, tamahını saxlasın, gördüyünü düşünsün, sonra alsın, sonra yesin. Hər adam onu düşünmür. Deyirəm, məsələn, mən məsləhət deyirəm ki, niyə versən bunu uşağa? Deyir ki, doktor, bir dəfə olan şeydir də. Gələn dəfə görürəm özü yiyir. Deyirəm, niyə yiyirsən? Deyir, bir dəfə olan şeydir. Nə deyirəm? Deyir, bir dəfə olan şeydir. Deyirəm, kalbasa niyə yiyirsən? Deyir, bir dəfə olan şeydir. Nə bilim, bu fast food yeməkləri niyə yiyirsən, evə niyə xörə pişirmirsən? Deyir, ayda ilə bir dəfə yiyir. Deyir, ayda ilə bir dəfə. Nə deyirəm, deyir, ayda ilə bir dəfə olan şeydir. Bir dəfə olan şeydir. Bir dəfə görürsən ki, dəri xarab oldu, dəridə səpkilər yarandı, üz dərisində, bədənində. Yəni, gözümüzlə görürük, xərçəng xəstəliyi nə qədər çoxalır. Gözümüzlə görürük, bugün ürək-damar sistemi xəstələri, mədə-bağırsaq sistemi xəstələri nə qədər artır. Bunu görürük. Bir mənalı qidamıza fikir verməliyik. Qida, təmiz hava, bol miqdar su, sonra təmiz qida imkan daxilində təbii ki. Bir də, ondan sonra da fiziki hərəkət, sonra da bir də ailə münasibətləri. Çox vacibdir. Bunların hamısı bir yerdə insanın sağlamlığına saxlayır, qoruyur və Allahın verdiyi ömrü sağlam yaşaya bilir insan.